Değerli insanlar, güzel insanlar, hamınızı əziz Allahın salamı ilə salamlayıram. Bilirsiniz ki, 28 may Azərbaycan xalqı üçün tarixi bir gündür. Çünki Cumhuriyyət bayramıdır. May ayının 28-i Cumhuriyyət bayramıdır. Niyə görə önəmlidir? Bilirsiniz ki, mən bayramları 3 yerə bölürəm. Onlardan biri dini bayramlardır. 2 dini bayramımız var. Biri Ramazan, Fitir bayramı, biri Qurban bayramıdır. Milli, mədəni bayramlarımız var. Onun ən böyüyü Novruz bayramıdır. Üçüncüsü siyasi bayramlarımız var. Bir millətin, bir dövlətin həm də siyasi bayramları olur. Siyasi bayramlarımızın da ən böyüyü 28 may Cumhuriyyət günüdür. Niyə görə bunu bayram edirik? Çünki 1918-ci ildə Azərbaycan Respublikası, Azərbaycan Xalq Cumhuriyyəti elan olunub. Bak, burasına diqqət edin. Azərbaycan Xalq Cumhuriyyəti elan olunub. Bu, şərqdə ilk cumhuriyyətdir. Baxın, Azərbaycan xalqının ağlını, iradəsini, vicdanını, fərasətini, bacarığını göstərir. Nə qədər azadlıq sevər bir xalq olduğunu göstərir. Təkrar edirəm, şərqdə ilk cumhuriyyət qurmaq Azərbaycan xalqına nəsib olmuşdur. O iradəni, o ağlı, o fərasəti Azərbaycan xalqı göstərmişdir. Ona görə mən hər zaman deyirəm ki, Azərbaycan xalqı böyük xalqdır. Böyük tarixi var. Yetər ki, o tarixi ilə, dəyərləri ilə bağını, sağlam bağını bərpa etsin. Şərqdə ilk cumhuriyyət qurmuş bir xalq. Nə qədər böyük bir özəllikdir. Nə qədər böyük bir qürur qaynağıdır. O cumhuriyyəti quranlara nə qədər böyük borcumuz var, gözəl insanlar. O cumhuriyyəti quranlar, baxın, 3 söz seçiblər. Azərbaycan, Azərbaycan sözünü ilk dəfə bir dövlət adına gətiriblər. Yəni, Azərbaycan xalqının tarixən qurduğu dövlətlər çoxdur. Amma Azərbaycan adlı bir dövlət, adında Azərbaycan sözü olan bir dövlət ilk dəfə 1918-ci ildə elan olunmuşdur. Azərbaycan. İkinci söz xalq sözüdür. Yəni, xalqın dövləti. Xalq üçün dövlət. Xalqa xidmət edən dövlət. Dövlət xalqın xidmətçisidir anlayışına sahib olan dövlət. 3, diqqət edin, cumhuriyyət. Cumhuriyyət bir ərəb sözüdür. Tərcüməsi respublika deməkdir. Cumhuriyyət xalqın iradəsi ilə formalaşan və xalq üçün olan dövlət deməkdir. Cumhuriyyətdə hakimiyyətin mənbəyi xalqdır. Xalqın iradəsi ilə formalaşan, xalqın istəyi ilə formalaşan və xalq üçün, xalqı xidmət etmək, xalqı qorumaq, xalqı xoşbəxt eləmək, xalqın problemlərini, sıxıntılarını həll edib onun güvənliyini, təhlükəsizliyi təmin edən dövlət. Azərbaycan Xalq Cumhuriyyəti. Mən belə tarixi günlərdə bilirsiniz ki, özəl videolar çəkirəm. Bundan öncə çəkdiyim videoda Azərbaycan bayrağı ilə bağlıdır. O videoya baxsanız, əgər baxmayan varsa, YouTube kanalımda var. Azərbaycan bayrağının hər bir rənginin daşıdığı mesajları bir-bir açıqlamışam. İstəyirəm ki, ailədə, məktəbdə, bağçada, universitetdə, hətta ürəyimdən keçir ki, bu videolara baxsınlar. Bir yerdə baxsınlar. Bunu tanısınlar. Azərbaycan bayrağının verdiyi mesajlar nədir? Azərbaycan Xalq Cumhuriyyətinin verdiyi mesajlar nədir? Çünki sevməyin yolu tanımaqdır, gözəl insanlar. Orada sadəcə rənglər yoxdur. O rəngin arxasında duran ideallar var. O rəngin arxasında duran mücadilə var. O rəngin arxasında duran mesajlar var. O xalqı yönləndirən bir siyasi iradənin göstəricisidir. Onları oturub bir-bir anlasaq, qavrasaq, Azərbaycan bayrağını, Azərbaycan dövlətini, Azərbaycan himnini bu şəkildə sevə bilərik. Tanımasaq, sevə bilmərik deyirəm. İndi mən bu Cumhuriyyət bayramı günündə də istədim ki, sizə Azərbaycan dövlətinin himninin sözlərini bir şərh edeyim. Azərbaycan oxuduğumuz, çoxlarının əzbər bildiyi bu himnin sözləri bizə hansı mesajları verir? Bu himnin sözlərini bir-bir, sətir-sətir izah etməyə çalışacağım, gözəl insanlar. Bilirsiniz ki, bu gözəl şeiri İstiqlal şairimiz, böyük şairimiz, mücadilə içində, azadlıq uğrunda canını fəda etmiş, repressiya qurbanı olmuş şairimiz Əhməd Cavad yazmışdır. Və eyni zamanda bu himn həm də ona görə gözəl səslənmişdir ki, Üzeyir Hacıbəyov kimi, Üzeyir Hacıbəyli kimi dahi bir bəstəkarımız buna musiqi bəstələmiş və iki şəxsin, iki böyük şəxsiyyətin istiqlal davası uğrunda mücadilədən doğulmuş iki böyük şəxsiyyətin ortaya qoyduğu bir milli sərvət olmuşdur. Milli dəyər olmuşdur bu Azərbaycan
Dövlət himni. Öncə Azərbaycan dövlət himni bizə nə deyir? Birinci deyir ki, himn ortaq yaddaşdır, ortaq tarixdir. Yəni ey Azərbaycan xalqı, sənin ortaqdır. Bax, o ortağın altından da xətt çəkirəm. Ortaq tarixim var. Himnin var. Himn olmaq nə deməkdir? Sən müstəqil olmuşsan, sən bir dövlət qurmusan, sənin bir tarixi ənənən var. İki deyir ki, ortaq yaddaşdır. Ortaq yaddaşı olmayan millətin ortaq gələcəyi də olmaz. Üç deyir ki, bu ortaq dəyərdir. Ortaq dəyərlərin işi nədir? Ortaq dəyərlər bizi birləşdirir. Himnimiz ortaq dəyərimizdir. Sağçı, solçu, qadın, kişi, cinsiyyətindən, siyasi, dini baxışından asılı olmayaraq hər kəsi birləşdirən dəyərimizin biri bizim himnimizdir. Ortaq tarixdir, ortaq yaddaşdır, ortaq dəyərdir, ortaq mücadilədir. Bu himn deyir ki, bir dövlətin varlığı, bir bayrağın varlığı, bir himnin varlığı ortaq mücadilə ilə mümkündür. Biz ortaq mücadilə verib, idealımızı gerçəkləşdirmək üçün bir dövlət qurub və o dövlətin də himni, Azərbaycan himni bizim ortaq dəyərimizdir və ortaq mücadiləmizi göstərir. Azərbaycanın dövlət himni bizim ortaq gələcəyimizi göstərir. O himndə elə sözlər var ki, bizim ortaq gələcəyimizi göstərir. Yəni deyir ki, ortaq gələcəyiniz olmalıdır. Siz bir olmalısınız. Ortaq ümidimizi ifadə edir və nəhayət o himn bizim ortaq ideallarımızdır. Necə bir Azərbaycan istəyirik? Bu Azərbaycanı quran insanlar, Azərbaycan Xalq Cumhuriyyətini quran insanlar bu cumhuriyyət üçün nələr etdilər? Nəyi istədilər? Bu cumhuriyyəti nə üçün qurdular? Ortaq gələcəyimiz necə olmalıdır? Azərbaycanın siyasi məkanı haradır? Azərbaycanın gedəcəyi yol haradır? Azərbaycanın içərisində barışı necə təmin edəcəyik? Himn bütün bu mənaların hamısını özündə əhatə edir. Daxili barışı və xarici barışı. Azərbaycan kimdir sualına cavab verir. Necə bir Azərbaycan istəyirsiniz sualına cavab verir. Təntənəli bir ruhda yazılmışdır. Marş ruhunda yazılmışdır. İnsanı coşdurur, insana ruh verir. Hər halda ürəyində vətən sevgisi, bayraq sevgisi, himn sevgisi olan hər insan Azərbaycanın bayrağını görəndə, Azərbaycanın himnini eşidəndə bir qürur duyğusu yaşayır, yaşamalıdır. Bütün millətlərdə belədir, tək bizə aid deyildir bu. İndi mərhum Əhməd Cavad gözəl insandır. Baxın, Azərbaycan sözünə bunu xitab üslubunda yazılmışdır. Azərbaycan sözündə 4 dəfə yer verib. Azərbaycan, 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 Azərbaycan fərqli məqamlarda işlənir. Bir insana və bir dövlətə xoş niyyətlə, doğru bir niyyətlə xitab etmək ona dəyər vermək deməkdir. Yəni sən mənim qəlbimdəsən, sevgi adın dilimdən düşməz deyir. Xitab etmək dəyər verməkdir, çağırmaqdır, sevməkdir. Gözəl olana, dəyərli olana, ideal olana, bizi birləşdirən ortaq dəyərə xitab edir. Yəni Azərbaycan bizim adı da və cumhuriyyəti də və himni də və bayrağı da bir yerdə ortaq bir dəyər olduğuna görə ona xitab edərək onu böyüdüb. Onun böyüklüyünü göstərir. Baxın sonra nə deyir? Ey qəhrəman övladın şanlı vətəni. Baxın, şanlı sözünün mənası bu deməkdir. Şanlı o deməkdir ki, şərəfli, şanlı, şöhrətli. Baxın, şanlı olmanın şərti budur. Qəhrəmanlıq göstərilərək qazanılan ad. Bunun altından bir xətt çəkirəm. Yəni şanlı insan, şanlı dövlət, şanlı mücadilə o zaman olur ki, onun uğrunda bir mücadilə olur və qəhrəmanlıq göstərilərək, əmək verilərək, mübarizə aparılaraq qazanılan bir şeyə, haqq etdiyin bir adı alanda sən şanlı adam ya da şanlı dövlət olursan. Ona görə də bu ən çox bu himndə təkrar edir sözün biri budur. Şanlı Azərbaycan, şanlı Azərbaycan. Yəni sən ey Azərbaycan, sən bu adı, bu istiqlalı, bu şanı təsadüfən qazanmadın. Bunun uğrunda mücadilə etdin, qəhrəmanlıq göstərdin, igidlik göstərdin. Mücadilə və qəhrəmanlıq əsasında, nəticəsində qazanılan ad şanlı olur. Ey qəhrəman övladın şanlı vətəni və qəhrəman övladın. Yəni övladların igiddir. Sənin üçün də qəhrəman, sənin uğrunda qəhrəmanlıq etdilər və sən nəticədə nə olmuş oldun? Şanlı bir vətən oldun. Səndən ötürü can verməyə cümlə hazır. Bax, əskərliyin elan edir. Yəni fədakarlığın elan edir. Səndən ötürü can verməyə cümlə hazırız. Cümlə sözü ərəb sözüdür, hamımız yəni. Baxın, hamımızın adından danışır. Himn hamımızı təmsil etdiyinə görə hamımızın adından danışır. Başqası üçün deyil, başqaları üçün deyil, səndən ötürü, Azərbaycandan ötürü can verməyə, baxın canımızı verməyə cümlə hazırıq, fədakarlığı ifadə edir. Deyir ki, biz hamımız bir xalq olaraq Azərbaycanın əskəriyik.
sədaqəti ifadə edir, vəfanı ifadə edir, sevgini ifadə edir, bağlılığı ifadə edir. Sən elə bir nemətsən ki, səndən ötürü can verməyə, baxın cümlə, yəni hamımız hazırız. Sonra baxın nə gəlir? Sadəcə deyir, bu sözdə deyil, ey vətən. Səndən ötürü can verməyə cümlə hazırıq. Baxın, səndən ötürü qan tökməyə cümlə qadiriz. Yəni sadəcə sözdə demir, bizim sevgimiz, vətən sevgimiz sözdə deyil. Deyir, səndən ötürü qan tökməyə, yəni kimsə gələcəksə, səni işğal edəcəksə, sənin bayrağını endirməyə çalışacaqsa, sənin himnini susturmağa çalışacaqsa, bu vətənin üzərində olan azanın səsini susturmağa çalışacaqsa, biz onun da qanını tökməyə, o yolda, yəni vətən yolunda qanımızı tökməyə də qadiriz. Qadir yenə də ərəb sözüdür. Qüdrətimiz çatır, gücümüz çatır. Bunu edəcəyik deyir. Yenə də təkrar edir cümlə. Yəni baxın, hamımız səndən ötürü can verməyə cümlə, hamımız hazırız. Səndən ötürü, ancaq səndən ötürü. Bizi birləşdirən sənsən deyir. Qan tökməyə. Səndən ötürü qan tökərik deyir. Qanımız da tökülər, düşmənin qanını da tökərik. Cümlə, yenə hamımız qadiriz, gücümüz var deyir. Baxın. Bundan sonraki bənd gözəl insanlar. Azərbaycan kimliyini tanıdır. Bizə bir vətən şuuru verir ki, bu Azərbaycan siyasi baxımdan, coğrafi baxımdan, mədəni baxımdan necə bir yerdir, onu bizə tanıdır. Baxın, deyir, minlərlə can qurban oldu. Deyir ki, ey insanlar, bu cumhuriyyət üçün, Azərbaycan Xalq Cumhuriyyəti üçün, istiqlaliyyət üçün minlərlə can qurban olub. Şəhid olub, qanı tökülüb. Adı bilinməyən o qədər qəhrəman var ki, təkcə canı ilə deyir, elmi ilə, əməyi ilə mücadilə edib, canını qurban edib, vaxtını, enerjisini vətən üçün, onların sayı minlərlədir deyir. Yəni bizə deyir ki, vəfalı olun, onları tanıyın, onları unutmayın. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu. Baxın, Azərbaycanın kimliyinin biri budur. Deyir ki, Azərbaycan elə bir məkandır ki, elə bir yerdir ki, onun uğrunda hər zaman mücadilə var. Baxın, bugünkü günə gətirirəm, bugün görün Qafqaz uğrunda necə mücadilə edir. Qafqaz strateji yerdir, o qədər o yolların keçdiyi yoldur, o qədər dəyərlidir, siyasi baxımdan, coğrafi baxımdan, iqtisadi baxımdan o qədər dəyərlidir ki, hər kəs o məkana hakim olmağa çalışır. Sinən hərbə meydan oldu deyir. Sənin uğrunda o qədər savaşlar oldu ki, o qədər qiymətlisən ki, minlərlə can qurban oldu, sinən hərbə meydan oldu. Baxın, hüququndan keçən əskər. Bir əskərin hüququndan keçməsi nə deməkdir? Bir insana və bir əskərə verilən ən böyük hüquq yaşamaq hüququdur. İnsanın ən böyük haqqı yaşamaq haqqıdır. Heç kim insanın yaşamaq haqqını əlindən ala bilməz. Amma deyir ki, əskər yeganə bir varlıq var ki, o varlığın adı Azərbaycandır, o onun vətənindir, o vətəninə görə onun ən böyük hüququ olan yaşamaq hüququndan əskər keçdi, hüququndan keçən əskər. Hərə bir qəhrəman oldu, hərəsi bir qəhrəman oldu. Hamısı canını sevə-sevə verdi kim üçün? Azərbaycan üçün. Baxın, bu ikinci hissədə Azərbaycanın kimliyini tanıtdı. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Qəhrəmanlar diyarı oldu. Vətənin yaşaması üçün əskərlər Allahın onlara verdiyi o can neymətini, o yaşamaq neymətini, ömür neymətini vətən üçün fəda etdi. Niyə görə? Niyə görə fəda eləyib? Bax, bundan sonraki bənd bu sualın cavabını verir. Yəni, belə deyirəm, hüququndan keçən əskər hərə bir qəhrəman oldu ki, sən olasan Gülüstan. Baxın, Gülüstan, gül bağçası deməkdir. Gülün, çiçəyin çox olduğu yerdir, baxın. Bir vətənin Gülüstanı olmaq, Gülüstan olması nə deməkdir? Hansı vətən Gülüstandır? Baxın, hansı ölkədə istiqlal varsa Gülüstan olar. Ədalət olan ölkə Gülüstandır. Mərhəmət olan ölkə Gülüstandır. Rifah, bolluq olan ölkə Gülüstandır. Barış olan ölkə, milli birlik olan ölkə Gülüstandır. İnsan haqq və hürriyyətinə dəyər verilən, elm olan yer, iman olan yer, azadlıq olan yer, azan olan yer. İnsanların bir-biri ilə qardaş olduğu, sirdaş olduğu, barışdığı, birgə mücadiləsi olan, ortaq dəyərləri olan, ortaq bayrağın, ortaq istiqlaliyyətin, ortaq cumhuriyyətin, ortaq bütün dəyərlərin birləşdirdiyi bir yer varsa, hüzur olan yer varsa, məkan varsa, ora Gülüstandır.
O minlərlə əskər nəyə üçün canını qurban verdi? Sən olasan Gülüstan deyir. Sənin Gülüstan olmaq üçün sənə hər an can qurban. Baxın, 2 dənə özəlliyi var. Deyir ki, sənə hər an, buradakı hər an sevginin dərəcəsini göstərir. Bir anın belə deyir sənsiz olmasın. Sənə hər an can qurban. İkinci də bizə bunu deyir ki, Azərbaycan elə bir yerdir ki, hər an ayıq olmalısın. Azərbaycan gözəl yerdir. Həm təbiəti gözəldir, həm sərvəti gözəldir, həm insanları gözəldir, həm mədəniyyəti gözəldir. Düşmənlərin gözü var burada. Ey Azərbaycan xalqı, hər an ayıq ol, sayğı ol, dəyərini bil, dövlətini, millətini, onları ortaq dəyərlərini qoru ki, düşmən o vətəninə göz dikməsin, onu ələ keçirə bilməsin. Sənə hər an can qurban, baxın. Sənə min bir məhəbbət. Yenə sevginin ən belə sınırsızlığını, çoxluğunu bildirir. Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan. Baxın, məkan da ərəb sözüdür. Məkan sabitliyi bildirir. Yəni sənə olan qəlbimdə elə bir sevgi var ki, onu dəyişməz. Sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan. İndi gələcəyə yönəlik hissəsi gəlir himnin. Ne etməliyik deyir? Azərbaycan insanı və xüsusən gəncləri burada önə çıxarır. Deyir ki, namusunu hifz etməyə. İşimiz nədir? Bax, bir vətənin namusu nədir? Gözəl insanlar, istiqlaliyyət, müstəqillik namusdur. Azadlıq namusdur. Ədalət namusdur. Mərhəmət namusdur. 3 rəngli şanlı bayraq namusdur. Himn namusdur. Baxın, namusu qorumaq budur. Əgər azadlığı, ədaləti, insan haqqı, hürriyyətini, vətəninin bayrağını, vətəninin himnini, vətəninin müstəqilliyini qoruyacaqsansa, bu namusu qorumaq deməkdir. Namusunu hifz etməyə. Hifz etmək ərəb sözüdür, hifz sözü. Yəni hifz etmək, qorumaq. İşimiz deyir budur. Bayrağını yüksəltməyə, namusunu hifz etməyə, bayrağını yüksəltməyə. Bayrağın yüksəlməsi nə deməkdir? Sadəcə fiziki olaraq bayrağı belə yuxarı qaldırmaq deyil. Bayrağın haqqını verməkdir. O bayrağın kölgəsində azad, məsud, gözəl, xoşbəxt yaşamaqdır. Gözəl insanlar, namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır. Baxın, bütün gənclər deyir yenə. Bütün gənclər, diqqət edin hansı sözü seçib, müştaqdır. İstəyir deyil. Müştaq olmaq, aşiq olmaqdır. Gənclər Azərbaycanı deyir ki, o qədər sevirlər ki, onun o namusunu hifz etməyə, bayrağını yüksəltmək üçün o gənclərin hamısı müştaqdır, aşiq olmuşdur. Aşiq kimdir? Aşiq gözünü qırpmadan, sevə-sevə canını vətən üçün verəndir. Sadəcə ölmək mənasında deyil, vətənin çiçəklənməsi üçün, vətəndə ədalətin, haqqın bərqərar olması üçün, vətənin dünyada şanlı yerini tutması üçün əmək verən, vaxt ayıran, zaman verən, əlindən gələn hər işi edən adam o vətənin namusunu qorumuşdur deyir. Çünki məsud yaşamasını istəyir orada. Namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır. Sonra da deyir ki, baxın, şanlı vətən. Şanlı vətəni 2 dəfə təkrar edir. Yəni, əvvəldə izah etdim. Şanlı nə deməkdir? Bir qəhrəmanlıq göstərərək, bir mücadilə verərək qazanılan addır. Azərbaycan deyir, azad olmaq üçün, müstəqil olmaq üçün, bayrağını yüksəltmək üçün, himninə sahib olmaq üçün, kimliyini qorumaq üçün çox bədəllər ödəmişdir. Axırda belə bitir, şanlı vətən, Azərbaycan, Azərbaycan deyir. Gözəl insanlar, bu Cumhuriyyət bayramı günündə, bu Cumhuriyyətin qurulması, Şərqdə ilk Cumhuriyyətin qurulması üçün, Azərbaycanın 3 rəngli bayrağının, şanlı bayrağının dalğalanması üçün, Azərbaycan Xalq Cumhuriyyəti adlı bir dövlət qurub, Şərqdə ilk dövlət qurub, Azərbaycan xalqına şərəf yaşadan, Azərbaycan xalqının azad, ədalətli, firavan, bolluq içində yaşamasını istəyən, arzulayan və bunun üçün ağlını, elmini, canını fəda edən bütün insanları sevgi ilə, sayğı ilə, təbii ki, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla sayğı ilə, sevgi ilə dualı onları yad edirəm. Gerçəkdən böyük qəhrəmanlıq göstəriblər. O qıt imkanlarla, o az imkanlarla, o dar gündə, o zor gündə həyatları bahasına
ömürleri bahasına her şeyini qurban vererek Azərbaycanın Cumhuriyetinin qurulmasını çalışıblar ve bunu ediblər. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında əməyi olan bütün adı bilinen ve bilinmeyen o minlərlə qəhrəmanların hamısının önündə baş əyirik. Onlara saygımızı, sevgimizi bildiririk gözəl insanlar. İkincisi, Qarabağı zalimdən ve zülümdən azad edən Azərbaycan şəhidlərinə saygımızı, sevgimizi, duamızı bildiririk. Qaziləri heç unutmadığımızı söylüyoruz. Əziz Allah'ın xeyri, bərəkəti, salamı onların üzerine olsun. Azərbaycan Xalq Cumhuriyyəti günündə, bu Cumhuriyyət bayramında, Azərbaycan xalqının en büyük siyasi bayramı günündə hamınızı ürəkdən təbrik edirəm. Deyirəm ki, bayrağımız əbədi olsun, himnimiz əbədi olsun, vətənimizdə barış olsun, ədalət olsun, qardaşlıq olsun, mərhəmət olsun, şəfqət olsun, hüzur olsun. Bir olaq, beraber olaq, qardaş olaq ki, babalarımızın, o böyük insanların bizim için qoyub getdiyi bu əziz vətəni qoruya bilək. Bu əziz vətəni himnimizdə deyildiyi kimi Gülistana çevirək. Gül bağçası olsun, ədalət bağçası olsun, xeyir bağçası olsun, gözəl insanlar. Cumhuriyyət bayramınız mübarək olsun. Əziz Allah sizdən razı olsun. Cumhuriyyətimiz əbədi olsun. Məhəmməd Əmin Rəsulzadənin buyurduğu kimi bir kere yükselen bayrak bir daha enmesin. Beni dinlediğinize göre size teşekkür ederim. Var olun, sağ olun. Aziz Allah'ın sonsuz, sınırsız merhametine emanet olun. Güzel insanlar.